Ha, gəl o. Salam, Mampası kanalı bugün sizi ölkənin ən böyük və ən vacib tikintisinə gəzməyə gətirir. Crystal Hall necə tikilir? Bugün ekskluziv görüntülər bizdə, Mampasıda. My name is Günter Viking from Alpine Bau, Germany. I'm the project director for the Baku Crystal Hall. Biz Crystal Hall'u ötən ilin avqustundan tikməyə başlamışıq. Tikinti 8 ay davam edəcək və 2012-ci ilin aprelin sonunda başa çatacaq. Beləcə Crystal Hall mayın sonunda Eurovision müsabiqəsini qəbul etməyə hazır olacaq. And the hall will be ready on the 26th of May for the Eurovision Song Contest. Xoş gördük. Eurovision haqqında film çəkirik. Arzularınız. Amma mənlik də. Salam aleyküm. Necə gedir işlər? Yaxşı gedir işte. Yorulmursun. Yox, yaxşı gedir. 3 tane sual veririk. Əgər cavab verən olsa, ona bilet veririk Eurovision'a. İştirak eləmək istəyirsin? Nə var? 3 asan sual. Azərbaycanın paytaxtı, Bakı, Rusiyanın paytaxtı. Moskva, Və sonuncu sual, əgər bu sual cavab verirsiniz, biletin sahibinə çevirirsiniz. Qandurasın paytaxtı. Hondurası, Heyf, biletimizi qazanmadı. Salam. Qardaş, neçə ilə gedir bu maç? 120 ilə. Maksimum. 125. Aydındır. Ən çox bu nə ilə sürmüş? Necə? Neçə ilə sürmüş? 60 ilə. Necə gedir tikinti? Normal. Gündə neçə saat işləyir? 8-dən 6-ya qədər. 6-ya qədər. Necədir, işindən xoşun gəlir? Yaxşıdır. Çatdıracaq Eurovision. Hələ vaxtından çox tez. Oradan 100%. inşallah. İnşallah. O bulka nədir orada koymuşsan? Yiyirsən verimsən. Ya çox sağ ol. Minnətdaram. Bütün video boyunca yəqin sizdə sual yaranır ki, niyə biz palçığın içi ilə gəzirik? İş ondadır ki, bütün çirkli işlər bitəndən sonra, ondan sonra
içəri Crystal Hall-a asfalt düzüləcək. Asfaltın üstündən xəlçə səriləcək və onun üzərinə artıq oturacaq yerlər yerləşdiriləcək. Bunlar hamısı burada Crystal Hall-da baş verir. Qardaş nömrəsi sürür ha. Salam xanım. Salam. Siz deyəsən yeganə xanımsınız bu boyda tikin. Ola bilər. Yəqin təəccüblənirsiniz mənə görəndə. Nə işləmirsiniz? Eurovision Fan Club. Hə, mən Eurovision rəsmi fan klubunun üzvüyəm və bugün gəlmişəm bura ki, Crystal Hall-da gedən iş prosesi ilə tanış olum. Əla, biz burada bir dənə video çəkirik də. Bilmirəm siz sonra onu öz fanatlarınıza göstərə bilərsiniz yoxsa? Əlbəttə göstərə bilərik. Onsuz da bizi izləyənlər səbirsizliklə gözləyirlər eksklüziv şəkillər almaq üçün. Ümumiyyətlə maraqlanırlar burada nə baş verir, tikinti gedir, yoxsa dayanıb, nə hazırdır, hazır deyil. Və siz harada oturacaqsınız? Mən çox üzr istəyirəm. mən indi elə onun üçün tapmaq istəyirəm ki, fanlar harada oturacaq sektorda, hələ cavabını tapa bilmirəm. Deyəsən, buralarda bir yerdə olacaq. Okay, təşəkkürlər. Sualım var. Uzun ömür can sağlığı. Crystal Hall-un əsas planını görürsüz. Saraya 25.000 adam yerləşə bilər. Amma tədbirdən və Eurovision müsabiqəsinin mərhələsindən asılı olaraq qəbul ediləcək qonaqların sayı dəyişəcək. Crystal Hall-da müsabiqə zamanı televiziya çəkilişinin gedəcəyini və səs işıq avadanlığının da olacağını nəzərə alaraq Eurovision müsabiqəsini 18.000 tamaşaçı izləyə biləcək. Eurovision 2012-də Azərbaycanın necə çıxış edəcəyi, Səbinə Babayevanın səhnə görüntüsünün necə olacağı barədə bizdə ekskluziv məlumat. Bu məlumata görə Eurovision səhnəsində Səbinə Babayeva mahnını ifa edərkən gördüyünüz bu borunun içərisindən çıxacaq. Zarafat edirik, getdik. Gördüyünüz kimi işçilər nahara yollanırlar hal-hazırda. Onlar gündə 3 dəfə qida qəbul edirlər və bundan başqa arada onlar üçün xüsusi coffee breaklər falan təşkil olunur. Bir də onu biləsiniz ki, gündə 3 dəfə burada işçilər dəyişir. 8 saatlıq iş günü bütün işçilərdə onlar 24 saat dayanmadan komanda işləyir. Amma növbələr dəyişir əlbəttə və gündə 3 dəfə onlar qida qəbul edirlər. Arada coffee breaklər falan var. Bir sözlə, hər şey xaricdəki kimi. Olmasın Eurovision'da xüsusi müxbiri mən Rəvan. Və mən Fatih. Bu günləri çox maraqlıdır videomuz. Siz hal-hazırda mənim arxamda Eurovision'ın keçiriləcəyi Crystal Hall-un necə olacağını görürsünüz. Hələ ki tikinti işləri gedir, hələ ki müəyyən konstruksiyalar yerinə oturtdurulur və daxildə oturacaq yerlərin quraşdırılması artıq bitib. Qalıb bircə sırf oturacaqların özünü lazım olan konstruksiyaların üstünə oturtdurmaq. Səhnənin burada yerləşəcəyini görürsünüz. Hal-hazırda orada ağır texnika işləyir və indiki dəqiqələrdə səhnənin necə olacağını demək biraz çətindir. Belə. The hall itself has a dimension of 210 by 160 meters. The construction period is a very, very small construction period. Normally, under normal circumstances, you can't do that. But in this special case, we have made a design. Adətən bu həcmli tikililər belə qısa zamanda ərsəyə gəlmir. Amma bu layihənin tikintisi üçün biz xüsusi konstruktiv həll tapdıq. Crystal Hall bir tikili kimi sadə elementlərdən ibarətdir və bir çox elementlər tikintiyə artıq hazır şəkildə gəlir və lazımi yerlərə bərk edilir. Bunun üçün Avropanın müxtəlif yerlərindən 8000 tona yaxın çəkisi olan polad gətirilib. Bu sarayı belə qısa müddətdə hazır etmək üçün yeganə çıxış yolu idi.
the construction can be done in that short period. Martın 17-sidir, Bakıda çox soyuq hava və gördüyünüz kimi belə soyuqda belə işləyənmir, insanlar işləyir. Budur, mənim arxamda Crystal Hall'dır. Gördüyünüz kimi burada oturacaqlardan da yuxarıda dayanmışıq biz hal-hazırda. Burada nəyin yerləşəcəyi və buradan Eurovisionu kimin izləyə biləcəyini bizə Mr. Viking danışacaq. Now we are in level 2. İndi Crystal Hall'un 3-cü mərtəbəsindəyik. Burada VIP qonaqlar və televiziya kanalları üçün xüsusi otaqlar yerləşir. Crystal Hall'un şimal hissəsində 50 televiziya otağı yerləşəcək. Buradan Avropa kanallarının şərhçiləri öz tamaşaçıları üçün müsabiqənin gedişatını şərh edəcəklər. Qarşı tərəfdə isə VIP otaqlar olacaq. So we have 50 boxes on this side and we have on the other remaining area we have all VIP boxes. So interesting. And what about arena? The arena will be, so the roof will be closed end of Tavanı March. Martın sonuna kimi hazır edəcəyik. Yəni o bağlanacaq. Bundan sonra arena dediyimiz mərkəzi hissədə aprelin ilk həftəsində asfalt örtüyü döşənəcək. Üstündən xüsusi örtüyü, yəni kavralit səriləcək və sonda stullar düzüləcək. It's a combination of 3 different red colors, and the architect was the wish of the architects. And you can see here already the pre-assembling of the seats. They're coming from Italy. And yeah, finally on the tribune area will be 10,000 for 10,000 people. On the stage will be in the middle of the hall. There will be video screens and the curtain wall for the backstage area, where the artists are, where the changing room, the dressing rooms are, etc. Okay. So interesting and thank you for information. Gördüyünüz yerlərdən, oturacaq yerlərindən 10.000 oturacaq yeri olacaq ki, onlar bilavasitə ətrafdan izləyə biləcəklər Eurovisionu. Sırf məkanın düz ortasından, arenanın mərkəzində isə oturmaq üçün 7-8 min arası insanın otura biləcəyi bir məkan hazırlanır. Onlar yer örtüyü asfaltla örtüləndən sonra üstündən xalça salınacaq və onların otura biləcəyi oturacaqlar yerləşdiriləcək. Məkanın bütün oturacaqları qırmızının 3 rəngi fərqli çalarlarında olacaq. Və indi görürüz ki, artıq oturacaqların bir hissəsi hazırdır. Belə-belə bütün zal dolacaq və mən əvvəlcədən deyim, burada mən oturacağım. Çox sağ olun. Hal-hazırda biz Crystal Hall'ı əhatə edən dəmir konstruksiya. Əsas bu Crystal Hall'a yəni mənası, yəni kristal, xrustal mənası verən əsas karkasın qarşısındayıq. Dünya üzrə məşhur, yəni bu xrustal üzrə, kristal üzrə məşhur mütəxəssis var, yəni Azərbaycanı da onu dəvət ediblər. Hal-hazırda yəni onun fikirləri, kristal haqqında fikirləri bu mərkəzin tikilməsində xüsusi önəm daşıyır və bu haqda ətraflı bu kristal üzrə mütəxəssis DJ Fatih, zəhmət olmasa. Salam əleykum. İndi gördüyünüz, arxamda gördüyünüz bu dəmir konstruksiya Crystal Hall'u bütünlüklə əhatə edir. Hal-hazırda biz ilkin mərhələdə bu dəmir konstruksiyanın üzərinə yerləşdirilən dəmir torun qarşısındayıq. Bundan sonra sözü gedən konstruksiyanın üzərinə burada gördüyünüz kimi bu xüsusi əlavə örtü yerləşdirilir və sonda onların üzərinə LED monitorlar düzüləcək ki, bu da Crystal Hall'u gündə bir neçə dəfə və saniyədə bir neçə dəfə hətta rəngini dəyişməyə imkan verəcək. Bu inanılmaz inqilabi və Azərbaycanda ilk dəfə istifadə olunan Crystal Hall üçün düzəldiləcək xüsusi konstruksiya bizə tam fərqli bir görüntü verəcək. Təşəkkürlər. Gördüyünüz kimi 24 saat tibbi xidmət, Mediclub bundadır.
Biz hal-hazırda Crystal Hall'ın tikintisi ilə məşğul olan şirkətlərin yerləşdiyi ofislərə doğru gəlirik. Ofislər də çox uzaqda deyil, elə Crystal Hall'a yaxın məkanda yerləşir. İş buradan idarə olunur. Salam aleyküm, xoş gördük. Bu Yaşlılar Partiyası deyirlər. Deyirsən buradır. Düz gəlmişik. Xoş gördük. Bəh. Allah mübarək eləsin. Allah mübarək eləsin. Xoş gördük. Bu Yaşlılar Partiyası deyirlər. Buradır. Kimdir bu partiyanın sədri? Bəli. Yaşlılar yox, biz yaşlılar görürük. Buradan necə getmək olar? Yaşlılara, Allah bilmirəm. Kenan. Leyləncəm sahib alın. Bizi göndərirlər ki, burada Yaşlılar Partiyası var. Yaşlı kurtqadı. Burada şükür Allah. Yaşlılar Partiyası da niyə deyirsiniz biz belə yaşlı? Yox, Qaralar Göstərirsiniz sədri ki. Partiyasıdır burada. Təbrik edirəm. Allah qüvvət versin. Yorulmayasınız. Sağ olun. Sağ olun. Salam aleyküm. Qardaş, nömrədə hərfin biri düşüb. Hansı hərf? Orada 10D. 10. Hərfin biri hardadır? 10 deyil. Ha, yox, o bunlarda texnikalarda elə olur da. Bir dənə hərf. Hərf olur. Aydındır. Uğurlar. Mən sağ ol. Adın nədir? Elçin. Elçin. Yorulma. Sağ ol, sağ ol. And what about outdoor design? The outdoor design. The outdoor design you see here on the master plan as well. There will be areas. This will be the main access. Crystal Hall'a bir neçə yol aparacaq. Onlardan ən böyüyü adi izləyicilər üçün nəzərdə tutulmuş əsas girişdir. Digəri VIP qonaqlar üçün olacaq və nəhayət VVIP yolda olacaq. Misal üçün bu yolla Crystal Hall'a Azərbaycan prezidenti gələcək. Həmçinin tamaşaçıların keçə bilməyəcəyi xüsusi məkanda olacaq ki, burada musiqiçilər, təşkilatçılar və mətbuat üçün yer ayrılacaq. Artıq deyildiyi kimi Crystal Hall hər iki tərəfdən dənizlə əhatə olunub. Düz Crystal Hall'ın yanında yerləşən isə gördüyünüz mətbuat üçün xüsusi məkandır. Bura bütün Avropaya Azərbaycandakı Eurovision 2012 müsabiqəsinin gedişatını yayımlayacaq. Burada dünyanın bütün jurnalistləri özünə yer alacaq ki, Azərbaycandan Eurovision 2012 barədə bütün dünyanı xəbərdar etsinlər.